Minlər insan quldurların və fürsətçilərin əli ilə mühakiməsiz göz qabağında güllələnmişdilər. 10 minlər insan Demokrat firqəsinin əməkdaşlıq ittihamı ilə Mütəsasir adlanıb və İranın cənub bölgəsinə birlikdə təbid olunmuşdular. Fərmayişi dadgahlarda çoxlu insanlar edam cəzasına və ağır bir cəzalara məhkum eləmişdilər. Ərdəbildə insanlar nacaqla çapıb və parçalamışdılar. Urmiyədə insanları tut ağaclarından dara çəkib və asmışdılar. Miyanada bir dənə xanım ki, Demokrat firqəsinin monşusu idi, təcavüz üçün səhv bağlamışdılar. Təbrizdə dar ağacları həftələr bu quruluq qalıb və hər gün begünah insanlar olaydan asıb və cansız bədənlərinin qışlarının altında dərsi kitabları ki, türkü dildə yazılmışdı, ota çəkmişdilər. Bunlar Pəhləvinin fəqət bir xida bəxş cinayətlərdir ki, Döhdü Fərzanənin xatirət kitabında 182-ci səhifədə yazılıbdır.